Salam aleykum. Ramazanın ilk 7 gününü artıq geridə qoyuruq. Bu bir həftə ərzində niyyətimizi təzələdik, səbr etdik, şükür etdik. Bəs bizim üzərimizdə Allahdan sonra ən çox haqqı olan insanlar kimlərdir? Əlbəttə ki, valideynlərimiz. İslam dini valideynə olan hörməti Allaha ibadətdən dərhal sonra qeyd edir. Bugün bu böyük əmanətdən danışacaq. Günün ayəsi. Onlara uf belə demə. Rəbbin yalnız ona ibadət etməyi və ata-anaya yaxşılıq etməyi, onlarla gözəl davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən uca çağına yetişərsə, onlara uf belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə. İsra surəsi 23-cü ayə. Açıqlama. Bu ayədəki ardıcıllığa diqqət edin. Allah əvvəlcə özünə ibadəti, dərhal sonra isə valideynə yaxşılığı əmr edir. Bu valideyn haqqının nə qədər uca olduğunun göstəricisidir. Ayədəki uf kəlməsi ən kiçik bir narazılıq ifadəsidir. Yəni Allah bizə buyurur ki, onlar qocalanda, bəlkə də eyni şeyi dəfələrlə soruşanda və ya bizə ehtiyac duyanda səbrimizi basıb onlara qarşı həlim olmalıyıq. Onların qəlbi Allahın bizə tapşırdığı ən incə əmanətdir. Günün hədisi. Allahın rizasına gedən yol. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Rəbbin rizası valideynin rizasındadır. Rəbbin qəzəbi də valideynin qəzəbindədir. Tirmizi. Açıqlama. Bu hədis bizim üçün çox mühüm bir ölçüdür. Əgər biz Allahı razı salmaq, onun sevgisini qazanmaq istəyiriksə, bunun yolu evimizdən, ata və anamızın duasını almaqdan keçir. Bəzən insan uzaqlarda savab axtarır, amma əsl savab yanı başındakı qoca valideyninə bir stəkan su verməkdə, onun halını soruşmaqdadır. Unutmayın, valideynin övlad üçün etdiyi dua ilə Allah arasında heç bir pərdə yoxdur. Günün duası. Valideynlər üçün rəhmət. Gəlin, Quranın bizə öyrətdiyi o gözəl dua ilə Rəbbimizə yalvaraq. Allahım, onlar məni kiçikliyimdən mərhəmətlə tərbiyə edib bəslədikləri kimi sən də onlara rəhmət. Onların ömürlərini bərəkətli, axirətlərini abad eylə. Dünyadan köçənlərə rəhmət et, qəbirlərini nurla doldur. Bizləri onlara qarşı xeyirli, itayətkar və vəfalı övladlardan eylə. Amin. Əziz izləyicilər, bugün videonu bitirdikdən sonra ilk işiniz valideynləriniz yanınızdadırsa, gedib onların əllərindən öpmək, uzaqdalarsa zəng edib halları ilə maraqlanmaq olsun. Əgər dünyasını dəyişiblərsə, onlar üçün bir Fatihə oxuyun və ya onların adına bir sədəqə verin. Sabah 8-ci gündə cömərtlik, yəni səxavət mövzusunda görüşənədək Allaha əmanət olun.